dünya iqtisadiyyatında baş verən xəbərləri təqdim etməsi üçün qonşu studiyaya bağlanırıq. Həmkarım Aysel Fərziyeva studiyadadır. Salam Aysel, hər vaxtınız xeyir Günel. Aysel, buyurun, söz sizdədir. Günel, bugün də həmişə olduğu kimi çox maraqlı xəbərlərimiz var. İstərdim bir neçəsini diqqətinizə çatdırım. Məsələn, artıq Rusiya və Azərbaycan birgə investisiya fondu yarada bilər. Bununla bağlı hər iki ölkənin iqtisadi inkişaf nazirləri görüşlər keçirilir və müzakirələr aparırlar. Bu müzakirələrin detallarını Economics'də öyrənəcəksiniz. Həmçinin digər maraqlı xəbərlərimiz də var və hər birindən Economics'də məlumat alacaqsınız. Buyurun. İndi isə bir qədər ətraflı. Azərbaycan və Rusiya birgə investisiya fondu yarada bilər. Bakıda səfərdə olan Rusiyanın İqtisadi İnkişaf Naziri Aleksey Ulyukayev belə deyib. Bu məsələnin Azərbaycan İqtisadiyyat və Sənaye Naziri Şahin Mustafayevlə müzakirə edildiğini deyən Ulyukayev, Rusiya-Azərbaycan fondunun birgə iri layihələrin reallaşdırılmasına yardım edə biləcəyini vurğulayıb. Существует много способов. Вот мы говорим о создании... Rusiya regionda Azərbaycanı ən yaxın tərəfdaş kimi görür. Bu isə gələcəkdə investisiya yatırımlarının genişlənməsinə imkan verir. Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 3 milyard 600 milyon dollar təşkil edib. Bu göstəricini daha da artırmağı düşünürük. Dövlət Neft şirkəti Türkiyə iqtisadiyyatına yatırılan sərmayənin həcminə görə birinci yerə yüksəlib. Şirkət 2005-ci ilə qonşu ölkədəki layihələrinə 5 milyard dollar sərmayə yatıracaq. SOKAR Türkiye'de Türkiye'nin en büyük yatırımcısı oldu. Bugün itibariyle SOKAR Türkiye'de 20 milyar dolarlık bir yatırım portföyünü yönetiyor. Bu yatırım portföyü biliyorsunuz rafineri, petrokimya, enerji, lojistik, dağıtım ve TANAP projelerinden oluşan bir portföy. ÖN və Total şirkətləri Transadriatik boru kəməri tapdan çıxmaq niyyətindədirlər. Dövlət Neft şirkətinin Sərmayələr İdarəsinin rəisi Vagif Əliyev belə deyib. Şirkət rəsmisi səbəbi açıqlamasa da Total operator olmadığı layihələrdəki payını satmaqla məşğuldur. Şirkət vəsaitlərini daha çox strateji hesab etdiyi layihələrə cəlb etmək fikrindədir. Qeyd edək ki, bu şirkət artıq Şahdəniz layihəsindəki payını Türkiyə şirkətinə satıb. Qaz nəqli ilə bağlı Rusiya, Ukrayna və Avropa İttifaqının birgə təşkil etdiyi 3 tərəfli danışıqlara artıq yekun vurulub. Tərəflər danışıqlar prosesində bir sıra məsələlərdə ortaq mövqeyə gəlməyə müvəffəq olublar. Gazprom iyunun 3-dən avans ödəniş rejiminə keçid barədə qərarının vaxtını iyunun 9-na da təxirə salıb. Ümid edirik ki, bu tarixin də başqa vaxta keçirilməsi istisna deyil. Başlıcası isə tərəflər Ukraynaya nəql olunacaq qazın qiymətinin 350-380 Birləşmiş Ştatlar dolları civarında olacağı barədə prinsipial razılığa gəliblər. Bu isə Ukrayna üçün 28%lik güzəşt deməkdir. Danışıqlar prosesinə münasibət bildirən Rusiya tərəfi isə Ukraynadan bütün borclarını qısa müddətdə ödəməsini tələb edib. Biz Ukrayna tərəfinin ödənişlərinin həyata keçirilməsi istiqamətində addımlarını alışlayırıq. Bu məqsədlə avans ödənişinə keçidin vaxtı iyunun 9-na da təxirə salırıq. Ümumiyyətlə, bu sistemin tətbiqi Ukraynanın aprelin 1-nədək olan bütün borclarının tam şəkildə bağlanmasından asılı olacaq. Yunanistan hökuməti sərt qənaət rejimi proqramından geri çəkilmə niyyətində olduğunu bildirib. Rəsmi Afinanın bu istəyi beynəlxalq kreditorların sərt reaksiyasına səbəb olub. Yunanistana 10 milyard avro həcmində 3-cü yardım proqramı nəzərdə tutulur. Əgər ölkə həmin yardımı almaq və avrozonada qalmaq istəyirsə, onda islahatları davam etdirməlidir. 2010-cu ildən etibarən Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondu Yunanistanı böhrandan çıxmaq üçün 240 milyard avrodan çox vəsait ayırıb. Bu saatda neft bazarında mənfi dinamika qeydə alınıb. Light neftinin bir bareli 102 dollar 26 sentə satılır. Yəni, Amerikanın New York əmtia birjasında hərraca çıxarılan bu neft 0,17% ucuzlaşıb. Qiyməti 0,47% düşən Brent nefti isə son hərraclarda 108 dollar 37 sentə təklif edilib.
Qızılsa bahalaşır və hazırda sarı metalın bir unsiyası 1245 dollar 72 sentə satılır. Gümüşün qiymətində 0,43%lik artım var və bu metal indi 18 dollar 84 sentə təklif edilir. Platinin qiyməti 1426 dollara düşüb. Palladium bir qədər bahalaşıb, mis və alüminiumsa ucuzlaşıblar. Bu saatı Amerikanın aparıcı indekslərində artım müşahidə olunur və Avropanın fond birjalarında daha çox eniş tendensiyası var. Almaniyanın DAX-ı 0,23%, Böyük Britaniyanın FTSE 100 isə 0,37% ucuzlaşıb. Yaponiyanın Nikkei 225 indeksi isə 0,27% eniş nümayiş etdirib. Avro-dolların məzəmməsi 1.36.9-a bərabərdir, dollar yen 101.41-dir, funt sterling dollar isə 1.67.51-ə mübadilə olunur. Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta məzəmmələri isə belədir. Dollar 78 qəpik yarımdır, avro 1 manat 7 qəpikdir, Rusiya rublu 2,3 qəpiyə, Türk lirəsi isə 37 qəpiyə mübadilə olunur. Belə bu bizim sizə Ekonomiks'də çatdıracağımız sonuncu iqtisadiyyat xəbəridir. Səda isə həmkarım Günel Gözəlovanın təqdimatında davam edir.